Deməli, uşaqlar, abituriyent jurnalının 2026-cı il üzrə olan 11-ci siniflər üçün ingilis dili suallarının izahına baxırıq. Birinci başlayırıq. Deməli, listening suallarımızdan. Deyir, mətin nə haqqındadır? History of some cafes in Hindistandakı bəzi kafelerin tarixi, how to spend their time in India, different types of food and drinks in cafes, waste problems in Indian cities. Sonra keçdik true, 2-də doğrunu istəyir. Deyir, pul ödəməklə insanlar recycling, reducing, reusing bunun əhəmiyyətini xatırlayırlar. Cafes with new concept of payment in India attract both locals and tourists. Indian cafes through collected waste into landfill which harms the environment. Cafes are mainly popular for their meals and beverage. These cafes draw attention of people who want to taste expensive meals. Cooperating with local recycling problems, these cafes ensure that the collected waste is properly processed. Bax, deyir ki, bu yenidən emal proqramları ilə əməkdaşlıq, yerli yenidən emal proqramları ilə əməkdaşlıq edən deməli, bu kafelər əmin olmuş olur ki, özlərini əmin etmiş olur ki, yəni bunu təmin etmiş olur ki, toplanılmış zibillər yenidən proses, deməli, tamamilə proses halında, prosesdən keçmiş halda olacaq. Yəni, yenilənə bilən deyək də. Exchange with cans. Zibil qutuları ilə əvəz olunacaq. Thrown into landfill. Zibil xanalara atılacaq. Hardly reused. Yenidən istifadə edilməyəcək. Highly processed. Produced. Yüksək, deməli, nə olmuş? İstehsal olunmuş olacaq. So, keçdik 4-dən. What types of waste can customers bring to exchange for meals? Yeməyin əvəzində dəyişmək üçün hansı növ zibil gətirə bilər müştərilər? This creative idea also helps people understand. Davamı. Bir də food sözünü ifadə edən sifət. Vuraq görək nə deyir indi? Dəqiqə. In some cities in India, a new and creative idea is changing the way people pay for food and drinks. Some cafes let customers pay with waste instead of money. This project not only helps people enjoy affordable food. Affordable food. Bu niyə donur bilmirəm uşaqlar. Üzürlü saniyə. Yəqin ki, orada internetlə bağlı problemi var. Affordable. Daha doğrusu, yəni mənim telefonumda. Food, but also supports environmental awareness. Customers can bring plastic bottles, cans, or other recyclable items to the cafe. Ne dedi? Plastic bottles, cans, and other recyclable items. Belə bir şey dedi deyəsən. Plastic bottles, cans, and other recyclable items. So, which are exchanged for meals or beverages. The concept encourages recycling and reduces waste going to landfills. Many people find it fun and rewarding to contribute to a cleaner environment while enjoying a coffee or snack. These cafes often work in cooperation with local recycling programs. They ensure that the collected waste is properly processed. Üçdə am dedi, yəni cavab A bəndi. This creative idea also helps people understand the world problem of managing waste. The world problem of managing waste. Yazacağım, the world problem of managing waste. So, by paying with waste, customers are reminded of the importance of reducing, reusing, and recycling. By paying waste. Tullantı ilə ödəməklə, pulla yox. İkidə A səhvdir uşaqlar. As a result, these cafes are becoming popular destinations. They attract both locals and tourists who want to make a positive impact on the
2'də B-ni dedi, cavab olur. B bəndi. Burada deyir ki, popular for their meals, beverage. Yeməyi ilə yox, ödəmə yolu ilə məşhurdur. Ona görə götürmürük. Deyir ki, Hindistan kafeləri zibilləri zibilxanaya atır. Xeyr, atmırlar. Əksinə insanlara topladılar bu yolla. Bir də bahalı yeməklərin dadına baxmaq istəyən insanların diqqətini çəkir. Bu artıq yanlışdır, çünki belə bir şey demir. Bir də mətnin haqqındadır. Hindistandakı bu qeyri-adi ödəmə metodu ilə danışır da, düzdür. Deyir ki, pul yerinə insanlar zibil gətirirlər ödəniş üsulu olaraq. Yəni D bəndi düzdür. Unusual payment method in some cafes in India. Hindistandakı bəzi kafelərdəki qeyri-adi ödəmə yolu. Sonra keçirik qrammatika suallarına. Uşaqlar, bu mən analiz etdiyimə görə deyim ki sizə, abituriyent jurnalının reading listeningində o qədər qorxulu bir şey yoxdur. Reading listeningi sadədir. Yəni alışdığınız yoldadır. Sadəcə qrammatikasında yeni düşən mövzular, yeni salınan mövzular salınıb deyə onlara diqqət etməlisiniz. It is raining, yağış yağır. You had better. Had better'dan sonra to'suz məstər gəlir. Take to'suz, bir düzdür. Would rather'dan sonra to'suz məstər gəlib. To verib, 2 səhvdir. Sonra had better, yenə to'suz məstər gəlir. Amma ing verib, 3 səhvdir. 4-də would rather'dan sonra to'suz məstər gəlir. Stay də to'suz məstərdir. Yəni 1 və 4 cavab C olur. Sonra keçdik. Deməli 8-də she decided. Decide'dan sonra to'lu məstər gətirir uşaqlar. C-ni, Y-ni, B-ni çıxmalıyıq. Qaldıq enjoy. Enjoy özündən sonra gerund tələb edən, ing-li feil tələb edən feillərdəndir. Experiencing and meeting. D bəndi düzdür. Həm də bir dənə asan yol deyim sizə. And ilə bağlananda deyirdik to birincinin qabağında olur, amma hər ikisinə aid olur. Yəni enjoy'dan sonra onsuz da to gəlmir. Gəlsə belə hər ikisini artırmamalıydı. Ona görə səhvdir. Növbəti sualımıza. Demişik ki, say ilə tell'in fərqi. Tell'dən sonra to gəlmir, amma said'dən sonra tamamlıq gələcəkdə to olmalıdır. Ona 300% səhvdir. 3'ü çıxırıq variantlardan. Said, to me olmalıydı. Ya 1-2-4'dür ya da 1-4-5'dir. Tamam. Ask me how did I restore. Biz demişdik ki, bağlayıcıdan sonra köməkçi feil gəlməz. Mübtəda plus xəbər gəlməlidir. I restored olmalıdır. Yəni 2 də səhvdir onda. Cavab 1, 4, 5. Tells me that she has restored. Tell-dən sonra tamamlıq plus that gələ bilir. Told us that she would restore. Okay. Wants to know whether or not I can restore. Burada da heç bir problem yoxdur. Keçdik 10-cu sualımızda. 10-cu sualda uşaqlar for 2 days. For bitmiş zamanın göstəricisidir. Bitmiş zaman zərfidir. Yəni mən sadə zaman yazamaram. Had olmaz, çıxırıq. Have olmaz, çıxırıq. Have olmaz, çıxırıq. Have, had, present perfectdir. Yəni bitmiş zamandır. Okay. İkinci tərəfdə yet, indiki bitmiş zamanın zaman zərfi. Bitmiş zaman. İnci bitmiş zaman zərfidir və inkarlıq istəyir. Mən bir tərəfdə inci bitmiş yazıb, digər tərəfi keçmiş bitmiş də yaza bilmirəm. Düzgün olmur. B bəndə, amma düzdür. İndiki bitmiş. I have had your message in my inbox for 2 days. Deyir ki, sənin mesajın mənim inboxumda 2 gün imiş ki, var imiş. But I haven't had time to read it yet. Amma hələ vaxtım olmayıbdı onu oxumağa. Keçdik növbəti sualımıza. Possessive case yelçal istəyir. The novel is largely based on the writer's own life. Own sözü sifət bir isim gəlib, yazısının öz həyatı, cümlənin xəbəri falan var. Hər şey düzdür. 100% düzdür. 2-də the player's success lies in his determination. Deyir ki, oyunçunun uğuru onun əzmində gizlidir ya da əzminə bağlıdır. Yəni 2 düzdür. Apostrof S-dən player təkdədir deyə apostrof S-dən gəlib, success uğur ismi gəlib, cümlənin xəbəri də var. 1-200% düzdür, ya 1-200-dür ya da 1-2-5-dir. Apostrof S-dən sonra not düşələrsə bu yelçal deyil. 300% çıxmalıyıq variantlardan. 1-2-5 qalır cavabımız Y bəndi. Bəs 4 niyə səhvdir? Uşaqlar, bu testi niyə bu cür etdiyimi elə indi deyəcəm sizə. Çünki bunu bu cür eləməsəz, 4-ün düz olduğunu düşünəsiniz və cavabı səhv belə yaza bilmə ehtimalınız var. 1 ilə 2-nin 100% düz olduğunu yəqin ki, görürsünüz. Yəni, maksimum olsa 1, 2, 4, 5 verərdi də, düzdür. 4, 5 verib, ikisini də çıxıb. Bax, 4 niyə səhvdir? The runner's victory, qaçanların qələbəsi, came from his hard work and discipline. His yox, their olmalıdır.
Çünki təkdə verib axı. Ya da his verib, düzdür, təkdə verib. Onda runner apostrofes olmalıdır. Bir dənə qaçan adamdan söhbət gedir. Başa düşdünüz? Yəni his yazanmazsınız. Ya bunda runners cəmdir deyə deyir olmalıdır bu əvəzlik, ya da his vardı deyə bu apostrofes təkdə olmalıdır. Ona görə səhvdir. President apostrofeslə cəb, car maşinizmi cəb, cümlənin xəbərdə holddur, hər şey yerliyərində. 1, 2, 5. Keçdik növbəti sualımıza. İsim, sözünü isim olanda sözündən əvvələ baxırdıq. Skus cəmdir, xəbəri cəm istəyir. Takes tək xəbərdir, sonunda es olan feil tək xəbərdir. Has da tək xəbərdir. 1 ilə 4-ü 100% çıxmalıyam. Cavab qalır 2, 3, 5, 6. Take cəmdir. Took keçmiş zamanda olan feil həm cəm, həm tək xəbərdir. Will həm cəm, həm tək xəbərdir. Have cəm xəbər. Sonra növbəti sualımızda put yazıb. Deməli, glue yapışqan sayılmayan isimdir. Digər tərəfdə firmly verib. Tamam. A little özündən sonra müqayisə dərəcəsi tələb edir, amma firmly adi dərəcədir. Sonra enoughdan sonra sifət ya da zərf gəlmir. Enoughdan əvvəl sifət ya da zərf gəlir. Firmly zərfdə axı gərək enoughdan əvvəl olardı. Yəni D də səhvdir. Qaldı indi A, B, bir də Y variantları. Bax, məniyə baxın, həm də ki, B ilə Y-də little ya da less, az da mənfilik bildirir. Much more to, bunlar da çox ifadə edir. Deyir ki, I put a lot of glue on the surface so that the pieces would stick very firmly. Deyir ki, mən səthə çox yapışqan qoydum ki, tökdüm ki, hissələr bir-birinə daha çox bərk şəkildə yapışsınlar, yapışa bilsinlər. A düzdür. B-ni ya da Y-ni desəm, deyəcəm az yapışqan tökdüm ki, daha bərk yapışsınlar, məna düz gəlmir. 4-cü sualda. Deməli, özündən sonra incili feil gəlibdir. The opportunity to study abroad when I had chance. Şansım olanda xaricdə təhsil almaq imkanını götürmədim ya da götürməyi nəsə etmişəm də. İndi buradakı feili götürməyi unuturam, məsələn, ya da rədd edirəm, reject imtina edirəm ya da regret təəssüf edirəm. Yəni peşmanam ki, götürməmişəm. Belə ignore ya da əhəmiyyət verməm. I could have changed my life. Həyatımı dəyişə bilərdim. Həyatımı dəyişə bilərdim deyirəmsə, onda peşmanam, düzdür. Deyirəm ki, mən şansım olanda xaricdə təhsil almaq imkanını götürmədiyim üçün peşmanam. Keçmişdə olan bir şey üçün peşmanam. Deyir, həyatımı dəyişə bilərdim axı. Sonra, bu da bilsiz hardandır. Remember, forget, regret, try, stop. Bu feillər zəhləmişdim, oradandır. Sonra keçirik, düzgün sual cümləsini istəyir indi bizdən burada. Had sualını o zaman düzəldirsiniz. Gərək burada she-dən sonra participle to formalı feil olardı. Yoxdur, biri çıxırsınız. Yəni did-lə düzəlməli. Did she have? Bəli, 2 düzdür. How long-dan sonra have has gəlir. Has she had? Bax, görürsünüz, participle to formalı feil gəlib. Had, ona görə də sual has-lə düzəlib. 3 düzdür. Since when-dən sonra have has gəlməlidir. Does verib 4 səhvdir. 5-də she has had. Has-dən sonra participle to formalı feil had gəlib. Yəni ki, burada sual inkar has-in özü ilə düzəlir. Ayrıcı sualdır. Vergüllə ayrılıb deyə hasn't she yazıb. Okey, yəni 2, 3, 5 cavab olur Y. 16-cı sualda. Airport təyyarə, sayılan airport havalimanı, yox, qarışdırın uşaqlar. Hədə airport havalimanıdır. Sayılan tək isimdir, qarşısında artikel istəyir, boşluq yazanmırıq. Hour saat sözü, en artikeldən işləyən sözlərdə əzbərləmişik. An hour olur, yəni the hour olmur, çıxırıq hour da olmaz, çünki saat səslə başlayırıq. An hour to the city center. Cavab orca bəndi. The airport was not far away, but it took an hour to drive to the city center. Deyil, aeroport havalimanı uzaqda deyildi, amma şəhər mərkəzinə maşınla çatmaq 1 saat çəkirdi. Sonra keçdik, burada was tək xəbərdir. Tickets cəm isim gəlib. Cəm isim gəlibsə neyzdən çıxırıq. Neyzə sayılan tək isimdən işlənir çünki. Neyzə ofdan sonra cəm isim gətirə bilirik. Yəni 4 səhvdir, 4-ü götürməyəcəm. Sonra all hamı mənasında cəm xəbərlə, hər şey mənasında tək xəbərlə. İndi maraqlanırdı hamı mənasında. All was yazamıram. 2 səhvdir onda. Bunu da çıxdım. Ya 1-3-dür ya da 3-5-dir. 1-3 nobody all.
No one, no. Bir də everyone neysə ofda. İndi baxaq görək. Bax deyirəm everybody was interested in the new movie and all tickets were sold out. Deyirəm ki, hər kəs yeni filmlə maraqlanırdı və bütün biletlər satıldı. Bir də no one was interested in the new movie and no tickets were sold out. Deyirəm heç kim yeni filmlə maraqlanmırdı və heç bir bilet satılmadı. D düzdür. Y bəndində isə burada deyirəm hər kəs yeni filmlə maraqlanırdı və heç bir bilet satılmadı, məna düz gəlmir. Uşaqlar, indi bu sualı verəsi çox behtimal. Bir cümlədə niyə iki inkar oldu? Uşaqlar, bu bir cümlə deyil. Bax, and ilə bağlanan fərqli cümlələrdir. And-ə qədərki bir cümlədir, and-dən sonraki bir cümlədir. Hər cümlənin özünün inkarlığı ola bilər. Mürəkkəb cümlədə hər cümlənin özünün inkarını yaza bilərsiniz. Bu artıq bir cümlədə iki inkar olmur. Bir sadə cümlədə iki inkar yazmaq olmaz. Bunu unutmayın. Keçdik 18-ci sualımızda. Speed sürət isimdir. İsimlə də işlənir sifət. Highly zərfdir. Zərfdən sonra isim gəlməz. Highly ümumiyyətcə dərəcələnmir. More highly deyə bir şey yoxdur. Y də səhvdir. Sonra qaldı bu birisilər. İkinci tərəfdə draw, fastly deyə bir şey yoxdur uşaqlar. Fast sözünün sifət və zərf forması eyni olur. Ona görə C-ni çıxırıq. More faster da olmaz. More iç-C ilə də işlənib səhvdir. Cavab olur onda A bəndi. Although Kate didn't like the high speed, she drove faster to be at the airport on time. Baxmayaraq ki, deyək ki, yüksək sürəti xoşlamır da, o, aeroportda vaxtında olmaq üçün daha sürətli sürdü. 19-cu sualda passive voice məsul növünü istəyir. Did veribsə was were lazımdır. Bir də məlumdakı cümlə inkardadırsa, məsul da inkarda olmalıdır. Tamam. İndi bizə was were olan variant lazımdır. D-də was were yoxdur. Çıxırıq. Y variantında bu sual cümləsidir. Sual cümləsində köməkçi feillə əsas feil yanaşı işlənməz. Weren't-la qut yanaşı işlənib səhvdir. Sonra mübtədalar eyni olmaz məlumla məculda. The police mübtəda verilibdir. A-nı çıxasız. Wasn't, bir də wasn't being. Being davam edici zamanda olan da işlənir. Amma bu sadə zamanda axı. Ona görə wasn't B bəndi. Sonra keçdik 20-ci sualımızdan. Bağlayıcı sualdır. She was exhausted. O yorğun idi. She managed to finish her project before the deadline. Bitiş vaxtından əvvəl o layihəsini bitirə bildi. Baxmayaraq ki, yorğun idi. Bitiş vaxtından əvvəl, son tarixdən əvvəl neynədi? Layihəsini bitirə bildi. Cavabımız olur A variantı. Even though, hətta yorğun olsa belə. Sonra 21-ci sualımızda all the cooking shows I watched. Tamam. All the cooking shows. Nə gəlib burada? Söz birləşməsi, düzdür. Söz birləşməsində bunların hamısı işlənir. Amma despite of deyə bir şey yoxdur. Yeni çıxmalısınız. Despite tək başına olan da ola bilir. Due to ilə because of ikisi eyni şeydir. Biri olsa digəri olar. Görə uzbatından deməkdir. As a result of, bir də in spite of. Deyək ki, mənim izlədiyim yemək pişirmə şovlarına baxmayaraq, I am still bad at cooking. Hələ də yemək pişirməyi bacarmıram. Yəni, yemək pişirməkdə pisəm. 22-ci sualda deməli make-up sentence-dir, cümlə qurmadır. Biz burada bir də nüans var, ona diqqət etməlisiniz. Qalanı gəlir onsuz da. Busy enough. 7-dən sonra 2 100%-dir. 7-nin düz yanında 2 olmalıdır. Yoxdur, 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 yoxdur. Cavab qar cəbəndir. Nə deyir? She is busy enough, but she 3 agrees to join the team meeting. Deyir ki, o kifayət qədər məşğuldur, amma o deməli komanda qrup mitinginə qoşulmağa razıdır. Agree-dən sonra to-lu məslərin gəlməsinə də diqqət edib, 3-dən sonra da 9-un 100% gəlməsi məcburidir bu halda. Belə də tapsız yenə C bəndi qalacaq. Mətnin suallarına baxırıq. Uşaqlar, mən hal-hazırda deməli dərsə girəcəm. Video izahı hazırlamağa çox az vaxtım oldu mənim. Ona görə bu 3 cümləlik esseni siz yazırsınız şərhlər bölməsinə. Mən də baxacağam. Onsuz da asandır. Which of beautiful natural places in Azerbaijan would you like to visit and why? Azərbaycanda deyir hansı təbii yerləri, hansı gözəl təbii yerləri görmək istərdin, ziyarət etmək istərdin və niyə? Bunu istəyirsiniz. 29-da on the highway between Baku and Quba in Azerbaijan is. Demək bu hardadır? Bax buradadır. A series of red and white striped peak, zirvə sözdür, tam düşməyib. Appear suddenly from the surrounding landscape. Deməli biz burada uşaqlar tez qoy yazım.
Series sözünün yerinə groups yazasınız. Çünki burada qrup mənasında işlərdə bir qrup deyir ki, qırmızı, ağ rəngli, zolaqlı zirvələr var. Groups, of red and white striped peak, onlar olduğu kimi qalır. Yəni yazmıram da hamısını. Bunlar getdi. Appear'ın yerinə look yazırsınız, görünmək. Emerge də yaza bilərsiniz. O da görünmək, ortaya çıxmaq deməkdir. Suddenly, unexpectedly ilə əvəz eləyəsiniz. Expectedly. Unexpectedly, bu da gözlənmədən deməkdir. Suddenly from the surrounding landscape. Surrounding ətraf deməkdir. Yaxınlıqdakı, yəni. Bunun yerinə də deməli nearby yazarsınız. Yaxınlıqdakı. Landscape'in yerinə də view yazarsınız. View. Mənzərə sözünü yazarsınız. Ya da scenery. Mənzərə sözünü yazarsınız. Bir dənə gözləyin tez, mən quizi başladım Telegramda. Onun vaxtda da ona görə alarm çaldım. Eyni anda bir neçə işə koşturmaya çalışanda mən deməli bir dəqiqə gözləyin uşaqlar. Deməli tapsam bir şey olacaq. Aha. Yaxşı. Bu da belə. Bu oldu bizim neçənci sualımız? Deməli 29-cu sualımız. 28-də deyir ki, everything you can see when you look across a large area of land, especially in the country. Deyir, birinci paragrafdan definition verir. Ölkənin xüsusilə də deyir ölkədə ya da kənddə böyük bir torpaq ərazisidir ki, hansı ki sən ətrafa baxanda gördüyün hər şeydir. Yəni düzgün olaraq desək belə olur. Xüsusilə deyir kənddə sən ətrafa görəndə, ətrafa baxanda, daha doğrusu, ətrafa böyük ərazi olan ətrafa baxanda gördüyün hər şey. Biz buna deyirik mənzərə. Birinci paragrafdan istəyir, o da olur landscape. Landscape sözünü yazırsınız bura. Baxdım yoxdur deyə biraz sürətli danışıram, üzrlü sayım. 27-də to stay qalmaq, 3-cü paragrafdan sinonim istəyir. To remain. Baxın, id-ni silirsiniz sondan. To remain. To ilə bir yerdə yazırsınız. Keçdik 26-cı sualda. What happened when water touched the rock? Deyir ki, su qayaya toxunanda nə baş verdi? Ayda, bir dəqiqə gözlərini tez tapmalıyam. As the shale came in contact with water, su ilə əlaqəyə keçəndə, layers that contained iron turned red. Deyir ki, tərkibinə dəmir alan qatlar qırmızıya çevrildi. While layers without tərkibində deyir ki, şey olanlar, danışa bilmirəm, uşaqlar, o qədər tələsirəm. Tərkibində dəmir olanlar qırmızıya çevrildi. Without'dur burada da çox böyük ehtimal ki. Tərkibində dəmir olmayanlar isə boz qaldı. Baxaq indi. Some layers turned red because they consist of iron. Tərkibində deyir dəmir olanlar qırmızıya çevrildi. Okay. White and grey layers stayed the same because they had no iron. Deyir ki, boz rəngdə olan qatlar, təbəqələr isə eyni qaldı. Çünki onların tərkibində dəmir yox idi. Düzdür, 1, 3. Niyə digər variantlar olmur? Çünki bizə lazım olan cümlədə bu ikisi var, uşaqlar. Deyir, nothing special happened. Heç bir xüsusi bir şey baş vermədi. Yanlışdır, baş verib baxa. Soil remained whole. Deyir ki, torpaq bütöv qaldı. Bu da yanlışdır. Götürmürük. Sonra keçdik 25-də. Many years ago, bir neçə il əvvəl, change in nature, təbiətdəki dəyişiklik led to, səbəb oldu. Baxaq görə, a long time ago, before rocks were formed, environment changed many times. Deyir ki, uzun müddət əvvəl, qayalar formalaşmamışdan əvvəl nə olubdu? Mühit bir çox dəfə dəyişibdi. This caused, səbəb oldu, the minerals in the soil to be different in each layer. Deyir ki, hər təbəqədə olan mineralların, torpaqdakı mineralların fərqli olmasına səbəb oldu. Fərqlənməsinə səbəb oldu. Yəni, onda nəyə səbəb olubdu? Differences in minerals. Minerallardakı fərqliliyə səbəb olub. Destruction of rocks, qayaların məhvi, heç bir dəyişiklik olmamasına, xeyir. Mineralların eyni qalmasına, xeyir. Daha sonra burada deyir ki, dağların rənglərinə təsir etməməsinə, bu da yanlışdır. 24-də false, axırcı qutarıq deyəsən, səhv istəyir bizdən. Everybody can visit. Deyir, Candy Cane dağlarına hər kəs ziyarət edə bilər. Without paying any fee. Heç bir ödəniş etmədən. It is free to visit. Düzdür, pulsuzdur.
Noticeable layers allow researchers to learn Earth's past. Deyir ki, diqqətə layiq olan görünən təbəqələr yer kürəsinin keçmişin tarixini öyrənməyə kömək edir araşdırmacılara. These layers help scientists understand history of Earth. Bəli, yer kürəsinin tarixini öyrənməyə kömək edir. Bu da düzdür. These peaks are called candy cane mountains because they look like the classic Christmas candy. Baxın, bu hissəni də harda verib? Mountains called the candy earned their nickname, adını özlərinin görünüşünə, klassik Christmas, Milad bayramı şirniyyatına bənzəmələrinə görə aldılar. Bu da düzdür, götürmürük. Fossils in these mountains consist of dead marine animals. Deyir ki, bu dağlardakı fossillər ölü dəniz heyvanlarından ibarətdir. Tez tapaq. These mountains contain fossils of extinct sea creatures. Görürsünüz, nəsli kəsilmiş dəniz yaratıqlarından ibarətdir, deyir bu fossillər. Yəni ki, bu da düzdür. 7 over time natural forces removed colors and this made the different rock layers clearly visible. Yebənin səhvdir, zaman keçdi, təbii güclər, təbii qüvvələr rəngləri sildi və fərqli olan qaya təbəqələrinin açıq-aydın görünməsinə səbəb oldu. Tez tapmalıyım, çünki qalanların hamısını silmişik. O görə hardadır? Bu da burada tapdım. Over time, tectonic movement of Earth, rain and wind slowly remove the soil. Torpağı sildi. Made the rock layers visible. Qaya təbəqələrinin görünən etdi. Yəni rəngləri silməyib, torpağı sadəcə götürübdü, yuyubdu. Ona görə Y bəndi yanlışdır. Cavab 7. Bir də 23-də mətin nə haqqındadır deyir uşaqlar. Burada mətndə bu şeydən danışır, düzdür? Nədir bunun adı? Candy Cane Mountains. Yəni Azərbaycanda olan bu şeydən, dağdan danışır. İndi burada adı deyir Azərbaycanın möcüzələri. Bir dənə yerdən danışıb. Möcüzələri deyir, götürəmirəm. Unusual natural place in Azərbaycan. Azərbaycandakı qeyri-adi təbii yer. Bəli, bu dağdan. Areas common geology. Deyir ki, ərazinin ümumi coğrafiyası. Bu da deyil. Dedə deyir tectonic movement, yer kürəsinin tektonik hərəkəti deyil. Candy Cane dağlarının deyir fossilləri, bu da uyğun deyil. Yəni bu dağın özündən danışıraq. Ona görə B bəndi olmuş olur. Belə. Videomuz bu qədər.